Salam əziz dostlar, bugün sizlerle biz lezgi yemeklerinden biri olan, yani yemek demeye daha doğrusu bir salak kimi şey olan lezgi dilde yani. Turşan bir şey olan qaçuğur, yani lezgi dilinde qaçuğur denilen bir yani turşak bir şeydi. Onu hazırlayacağız. Hazırlıq qaydasını da indi sizlerle birlikte bölüşəcəyik. İlk üzere böyle bir ağacı bıçaqla dairə şəklində kəsmək lazımdır ki, yani öz yerini tutsun, ona göre yani bunun içinde indi alçaya da turşak bir şey olacak. Turşu olan, yani turşak olan şeyleri biz eləcəyik belə bir uzun, yani budağı kəsərək, fındıq ağacının yarpaqlarını da görürsünüz. Fındıq ağacının budağını kəsərək onu hazırlayacağıq. İndi onu kəsərək sizə göstərəcəyik. Yani əziz dostlar, gördüğünüz kimi bu formada onu daire bir formada kəsirik. Yani onu kəsirik. Onun qabığını yani çıxartmalıyıq ki biz lezgi dilində deyən acığur turşu salatını hazırlayaq. Gördüğünüz kimi bu cür şəkildə biz onu kəsirik. Baxın. Bu formada onu kəsməliyik. İki bıçaq olsa lap yaxşı olar onu kəsmək üçün. Kəsdikdən sonra sizə göstərəcəm. Gördüyünüz kimi əziz dostlar, bunu kəsdik, qabını soyduq, qabığını soyduq. Görsət onun içini nətər soymalıyıqsa və bu formada soymalıyıq. Bu quru olmamalıdır, yəni bu şəkildə onu soyub, içi nəm olmalıdır. Və indi keçək onun hazırlama qaydasına. Və dostlar, indi biz düzəliş qaydasını sizlərlə birgə bölüşəcəyik. Bu alçalardır. Yani. Alça değil, belə alçaya oxşar, lezgi dilində xut deyirlər ona, odur. Bax bunu belə qabığını soyursan, sonra buradan da şey açırsan. Sonra da belə yarpaqlarla bunu yığırsan. Tikanlar lazımdır ki bunun altına alçalar düşməsin deyə onu birləşdirmək üçün. Duz lazımdır bizə, iri duzlar. Sonra bu cür şeyler lazımdır. Yani yarpaqlar lazımdır ki yarpaqlar lazımdır ki düşməsin deyə bura qoyub. Sonra bunu alov qalayıb eləyirik. Eləyəndən sonra da sizlərə göstəririk. Dostlar, bunu biz hazır şəklinə gətirdik. Gördüyünüz kimi bu formada belə tikanlarla bağladıq. Bura indi yəni alça tökməliyik. Yəni arxasını fırlat, arxanı fırlat. Gördüyünüz kimi arxanı da belə bağlamışıq, yarpaq soxub bağlamışıq. Yəni buradan alçalar düşməsin. İndi alçalara tök baxsınlar necə tökürlər. Gördüyünüz kimi belə alça tökür. Sonra üstündən də duz. Ay belə üstündən duz tökürlər. Belə tökürlər ki, yaxşı. Gördüğünüz kimi əziz dostlar, sizə bunu göstərmişdim və indi bunun içine alçaları doldurduq, üzerine yani gördüğünüz kimi yarpağı bağladıq, bunlar düşməsin deyə. İndi bunu odunda soxacağıq və o yaxşıca yani pişəcək və onu biz çıxardıb xurç yeyəcəyik. Siz də bunu məsləhət görürəm, yaxşı şeydir. Yəni eləyin. Gördüyünüz kimi əziz dostlar, ardımızı qalamışıq hal-hazırda və indi yəni ateşini onu soxacağıq və o bişəcək yaxşıca. Gördüyünüz kimi əziz dostlar, və lezgi dilində deyilən acıxur, onu yəni olava qoymuşuq. Hal-hazırda o yəni bişir. Onu yəni alçalara zərər gəlməsin deyə ona görə biz onu budağın qabığını soyundurub ona yəni onu bağlayıb onun üstündə eləyirik. Çünki o alça yansa o yaxşı olmayacaqdır. Onun dadı itəcəkdir. Ona görə həm budağın dadı, hər bir şeyin dadı onun içində olsun deyə biz bu cür yəni onu elədik. Hazırlama gördüyünüz kimi buradadır. Hazırlananda isə sizə göstərəcəyik.